hörülmüş məftil, metaq şlankla, tok verilməklə, suda boğmaqla, yuxarıdan asılmaqla, toku da bədənin müxtəlif nahiyələrindən, hətta cinsiyyət orqanından, dodaqlarımızdan, sinəmizin üst nahiyəsindən tok verirdilər. Hətta tok verilmə zamanı sinəm partlayıbdır, yəni iz hələ də qalıbdır. İkinci günü isə Ayıbov Eminlə bir yerdə döyüldüm. O da mənlə eyni bölükdə xidmətdə olmuşdur. Ayıbov Eminlə bir yerdə bizi işgəncə verdilər. Ayıbov Emin deyirdi ki, bizim günahımız yoxdur, şərəfsizlər, bizə niyə işgəncə verirsiniz? Biz ki, vətən xani deyilik, biz vətənə yaxşı xidmət eləmişik, xüsusi təşəkkürnamələrimizə, amma siz bizə işgəncə verirsiniz. Onların niyyətləri isə bizə təsdiqlətmək, yəni boynumuza yükləmək məqsədi, yəni amalları o idi ki, biz təsdiqləyək, yəni vətən xaini olduğumuzu boynumuza götürək. Üçüncü gün mən işgəncə veriləndə Kapitan Abdullayev Turalı gördüm. Mənə qayıt deyir ki, cavansan, canına yazğın gəlsin, gəl təsdiqlə, səni qoymayım işgəncə versinlər. Mən də qayıtdım, dedim ki, cənab kapitan, mən heç kimi görməmişəm, yəni erməni işləyəni heç kəsi görməmişəm və şübhələnməmişəm. Heç kimin də adını çəkə bilmərəm. Orada qayıtdı, dedi ki, bu hələ ağıllanmayıbdır, buna təzədən işgəncə verin. Bu artıq üçüncü gün idi. Bəli, bəli, üçüncü gün. Üçüncü günü sənə hansı işgəncələr verib? Tok verilirdi, əski ağzıma basılaraq palçıqlı su verildi. Ardasa saat yarım, 2 saat ərzində bu işgəncə fasilələrlə aparıldı. Hətta siqareti yandırıb qol nahiyələrimə belə basırdılar. Dördüncü gün Məmmədov Teymur, hərbisə komandirini gördüm. Mənə qayıt deyir ki, benim cənab polkovnik, məni bura nəyə gətirmişsiniz? Mənim ki, günahım yoxdur. Qayıt deyir ki, ad çək. Mən deyim, kimin adını çəkim? Yəni, görməmişəm, heç kimdən şübhələnmirəm. Bu zaman onun yanında yekə bir insan var idi. O da hərbi paltardaydı. Onda gözüm açılmışdı. Girdi və metaq şlankla başladı məni döyməyə. O həmin döyən şəxsi tanıyırdı? Xeyr, tanımıram. Deyəsən, başqa hərbi hissədən gətirilmişdi. Hərbi hissə komandiri Məmmədov Teymura dedim ki, bəs mənim günahım yoxdur. Bura mənə nəyə gətirmişsiniz? Niyə görə işgəncə verirsiniz? Mənə qayıt dedi, ad çək. Kimin adını çəkməyə sizdən tələb Yəni, kiminsə, yəni fərqi yoxdur, adi bir adam olsun, adi bir hərbiçi qulluqçu olsun ki, adını çək, səni buraxaq. Mən də qayıtdım, dedim ki, heç kimin adını çəkə bilmərəm, heç kəsi görməmişəm və şübhələnmirəm. Bu zaman bir nəfər girdi içəri, hərbi qulluqçu, yəni hərbi formada olan bir zabit başladı mənə işgəncə verməyə. Yəni əlində olan metaq şınaqlarla, dəfələrlə bədənimə, yəni kürək nahiyəmə o qədər zərbələr endirdi ki, bu zaman özümü itirdim. Və gözlərimi şeydə açdım, Ağdamda yerləşən hospitalda. Orada həkimlər yenə də əllərim bağlı, gözlərim bağlı vəziyyətdə belimə nəsə sürtürdülər. Və ondan sonra da bir daha ayılanda, yəni Bakıdaydım. Mən onda oradakı həkimlərdən soruşdum ki, bəs mən haradayam? Mənə qayıtdılar, dedilər ki, sən Bakıdasan. Bakıda yerləşən hospitalda. Ümumiyyətlə, neçə gün işgəncə vaxtı? 4 gün ərzində, yəni 3-4 gün ərzində konkret yəni işgəncələr görmüşəm. Yəni nə vaxt sən məsələn təxmini sonra xatırlaya bilirsən ki, hospitalda olmusan? Hospitalda olduğum, yəni Bakıdan evə gəldim, yəni bizi buraxdılar. Bir ay ərzində, yəni ayın 25-26-sına kimi hərbi Papalində qalmışam hospitalda. Oradan da bir ay 10 neçə gün ərzində də Biləcəridə hərbi polisin təcridxanasında saxlanılmışam. 2017-nin iyul ayı evə qaytarıldım və evə qaytarılanda məni hərbi hissə komandiri qarşıladı. Birinci hərbi hissənin zampoliti Zavadov, mayor rütbəli Zavadov qarşıladı. Mənə qayıt deyir ki, bəs sənə işgəncə verildiyini heç kəsin yanında danışmırsan, heç kəsə bu haqda isə demirsən və heç kimin yanında heç nə danışmırsan bu haqda. Yəni, sənin valideynlərin gələcək, atan gələcək, anan gələcək, qardaşın gələcək və səndən görüşəcəklər. Onun sabah isə hərbi hissə komandiri Məmmədov Teymur məni qarşıladı. Qayıt dedi ki, soyun əyninə baxım və bədən baxışı keçdi. Bədənimdə olan izlər hələ də qalmaqda idi. Dedi ki, Quluzadə, heç kimin yanında heç nə danışma. İçimizdə ola bilsin vətən xainləri var. Valideynlərin yanına icazə yoxdur görüşə getməyə. Yəni, buraxılmırsınız, daima burada qalasınız. 2017-nin avqust ayının 17-si hərbi prokurorluq tərəfindən Bakıya çağırıldım.
Şəfaət İmranovun göstərişi ilə. Və ora gedəndə məni müstəntiq Emin Vəliyev var idi, mayor rütbəli. O məndən izahat almağa başladı. Bəs dedi ki, Quluzadə Natiq, Şəfaət İmranovun qəbuluna düşəcəyik. Orada ifadə verildikdən sonra səni buraxacaq evinizə. Şəfaət İmranovun qəbulunda olarkən Şəfaət İmranov mənə qayıt deyir ki, sən nə qələt eləmişsən, səni niyə işgəncə veriblər? Dedim, mən heç nə eləməmişəm və heç bir günahım yoxdur. Mənə işgəncə veriblər. Qayıt deyir ki, yalan danışırsan, sən Tanrıvezdə Yalçını erməniyə vermirsən, ermənilər də onu zorlayıbdır. Mən də qayıtdım, dedim ki, Tanrıvezdə Yalçın göstərdiyi tarixlərdən mənlə posta qaldırılmayıbdır. Əskərdir yoxsa? Əskərdir, bəli, əskər olubdur. Dedim, 2017-nin yanvar ayının axırları Tanrıvezdə Yalçın ümumiyyətlə məndən posta qalxmayıbdır. Yanvar ayından aprel ayının tarixinə kimi göstərdiyim sənədlərə baxa bilərsiniz. Dedim, döyüş növbətçilik qrafikidir, silah-sursatın verilməsidir, ərazi ilə tanışlıqdır, bir də döyüş növbətçilik jurnalı. Bu 4 dənə, 5 dənə kitaba baxsaz, Tanrıvezdə Yalçın ümumiyyətlə məndən posta qalxmayıb. Onlar da mənə qayıt deyir ki, Şəfaət İmranov mənə bildirdi ki, bu kitablar boş şeylərdir, yəni bu kitablara baxılmayacaq, əsas Yalçının verdiyi ifadədir. Tanrıvezdə Yalçın gəldilər, Tanrıvezdə Yalçın da üzümə duydu və ondan sonra Şəfaət İmranov yerindən qalxaraq mənə 2-3 dənə şillə zərbələri təpik vurdu. Qayıt deyir ki, əgər boynuna götürməsən, qardaşın Quluzadə Natiq Altay oğlu, Quluzadə Nahid Altay oğlu qanunsuz narkotik alverçisi kimi, atan Quliyev Altay Mail oğlu isə qanunsuz silah alverçisi kimi həbs olunacaq. Mən yenə də heç bir şeyi təsdiqləmədim və 2017 avqust ayının 22-si hərbi tribunala çıxardıldım Bakıda. Bayramda 4 ay sanksiya tətbiq edildi və saxlanılmaq üçün Dövlət Təhlükəsizlik Xidmətinin binasına aparıldım. Orada məni təcridxananın rəisi Fəqan müəllim qarşıladı. Hansı maddələrlə tutulduğumu soruşdu. Danışdım başdan ayağa kimi və məni kamerada saxladı və orada müstəntiq gəlmişdi, Bəxtiyar idi adı. Mənə qayıt deyir ki, Quluzadə Natiq, sənə bir şans verdik, bu şansında yaxşı istifadə elə, Şəfaət İmranovun göstərişi var, yəni o da bilir, Babayev Orxanın üzünə dursan, yəni onun üzünə durub, ona qarşı ifadə versən, səni azadlığa buraxacaq. Mən isə bunun dediyi təklifi rədd elədim və təcridxanada saxlanıldım. Yəni, mən hələ də bir şeyi anlaya bilmirəm də, yəni necə anlaya bilmirəm, bizə işgəncə verilməsinin səbəbi nə idi, nəyə görə işgəncə verirdilər? Çünki özüm 2016 aprel döyüşlərində Talış istiqamətində döyüşlərdə olmuşam, Polad Həşimovla bir yerdə, yəni aramız ondan 1 metrə, yarım metrə kimi olubdur. Yəni aprel döyüşlərində iştirak edildə, yəni bu hərbi prokurorluq tərəfinin apardığı bir fırıldaq bir oyunun qurbanı mən də oldum. Necə ki, əgər mən də orada bir neçə gün əlavə qalsaydım, bəlkə mən də ölərdim. Hüseynov Mehman kimi, Quliyev Elçin kimi, Səxavət kimi, digər tərtə hadisəyə öldürülən həbsçilər kimi mən də öləcəkdim. Mən yenə də Prezident İlham Əliyevdən, Baş prokuror Kamran Əliyevdən xahiş edirəm ki, bu cinayət işi təzədən araşdırılaraq, yəni bizə verilən işgəncələrin səbəbkarları kimdirsə, Hikmət Həsənov cəzalandırılmalıdır, Məmmədov Teymur cəzalandırılmalıdır. Orada iştirak edən hər bir şəxs, yəni bizə işgəncə verən hər bir şəxs dövlət tərəfindən cəzalandırılmalıdır.